Dilər qəhrəmana deyir, Biləsuvarımızın 1-ci Qarabağ müharibəsinin sinəsini qarşıya veribdir ki, vətən sağ olsun deyən, silahın olmayan dövründə torpaqların 80%-ni qoruyub saxlayan igidlərin arasındayıq. Bugün Qurbanov vətən üçün hər zaman ürəyi döyünən, əldə silah vətənin dar günündə 2-ci Qarabağ müharibəsində də getmək istəyirdi. Özü könüllü, ancaq yenə də belə deyək, Azərbaycan ordusu güclü olduğu üçün 1-ci Qarabağ müharibəsinin döyüşçülərinə ehtiyac olmadığı üçün bu gün də yenə də biz hər zamandakı kimi vətəni üçün, ürəyi üçün döyünən igidlərimizin yanında olduğu kimi bugün rəhbərimiz Qurbanın yanındayıq. Qurban belə deyək, bir balaca xəstədir. Ancaq biz elə xəstə deməzdik Qurbana. Qurban maşallah xəstə olsa da yenə də cəngavərdir. Yenə də belə deyim, qəhrəmanlığından geri qalmır. Bayında elə Qurbandan bir iki kəlmə özündən götürəcək ki, o bütün insanlarımız, qəhrəmanlarımız bilsin ki, Qurban yenə də eləmin ki, Qurbandır. Buyur Qurban. Sağ ol qardaş. Xoş gəldiniz hər biriniz. Allah gələn ayaqlarınızı var eləsin. İnsan o da indi həyatdır, ömürdür. Gərək zavanlıq eləməyəydik. Yaşıyoruz, işin görür. Şükür Allah'a yaxşıyam. Bir 10 gün bundan qabağa biraz ağır idi vəziyyətim. İndi yaxşıyam. Müalicə edirlər, həkimlər sağ olsunlar. Qardaşlar sağ olsun, gəlirlər, yad edirlər. Ne bileyim. Allah şəfasın. Allah şəfa versin qardaş. Sən bizdən həmişə qardaş. Qardaş, Allah sənə şəfa versin. Bugün başımızın tacı olan vətəni uğrunda övladın qurban verib təki vətən sağ olsun deyən, 44 gün vətən müharibəsində şücaət göstərən, antiterrorda şəhadətə yetişən, nişanlı olmağına baxmayaraq ata-anasının, nişanlısını bu dünyada əmanət qoyan Rəsul Yusifoğlu. Bugün Rəsulun atası Yusif kişi şəhidimizin atası olaraq 1-ci Qarabağ müharibəsinin döyüşçüsü xəstə olduğu üçün gəlib ziyarət etməyə. Həqiqətən şəhid atası hansı ocaqda, hansı evdə varsa, o evdə bərəkət də olar. Bugün bax, o bərəkəti şəhid atası, qəhrəman ata Yusif kişinin həqiqətən bura gəlməklə həm sənə Allah şəfa verəcək, həm də dilindən dualar eşidəcək. Buyur. Allah qardaşımıza şəfa versin. Mən bayaq sənə dedim uşaq, qaydanda belə gecə də olsa ora dönməliyik. Çünki mən onu dəyib getməliyəm. Allah sənə şəfa versin. Allah təala səni bu evdən əskik eləməsin. Amin. İnşallah. Allah sənə can sağlığı versin. İnşallah yaxşı olarsan. Yenə də cəmiyyətin içində olarsan. Sən dəyərli qardaşsan. Allah sənin köməyin olsun. Bizim necə yanımızda olubsan, biz də sənin yanında olmağı borçluyuq. Borcumuzdur. Hər birimizin borcudur. Şəhid ailəsinin yanında olmaq bu bizim birbaşa borcumuzdur. Can sağlığı versin. Nə qədər canımız var, yanınızda yox, biz də sizlərləmiş. Allah sizlərlə Allah sizə də can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. 1-ci Qarabağ müharibəsində hər zaman döyüşən igidlərimizin qarşısında baş əyir. Ömür versin. Saməddin, bu günləri səndən də belə deyək də, hər ağızda bir dua var. Bir dua istəyərdik ki, bizim dəyərli qardaşımız 1-ci Qarabağ müharibəsinin döyüşçüsü Qurban qardaşımıza. Buyur. Qurban elə bizim cəmiyyətin sədri olmaqdan da əlavə bizlə elə hər vaxt qardaşlıq edib. Bizim aramızda yaş fərqi də var. Ancaq ona baxmayaraq həmişə bir böyük qardaş kimi bütün işlərimizdə bizə dəstək olub. İndi hal-hazırda biraz nasazlayıb, xəstə demək olmaz. Bir balaca nasazlayıb, özü də boyun alır ki, biraz özündə səhlənkarlıq olub. İnşallah ki, Allah şəfa verər, yaxşı olar. Biraz bu müalicələrində zadında axsadır. Biz ona görə elə hamımız təkidlə gəldik üstünə, get müalicələri elə. Olar inşallah. Allah böyükdür qardaş. Allah hamıya can sağlığı İnşallah, versin. inşallah. Qurban qardaş. Əziz qardaş, siz də öz Allah şəfasını versin. Sağ ol qardaş. Allah bu evdən onu əskik eləməsin. Allah balalarına xeyir versin. Özünə də can sağlığı versin inşallah. var olsun. Qurban, mən də öz adımla, sən çünki mənim anam xəstə olanda gəldin, ziyarət etdin. Yəni, sən həqiqətən hər bir işdən dala qalmırsan. Necə döyüş vaxtı, Azərbaycanın çətin anlarında, silahın olmayan dövründə dərhal silaha sarılaraq vətənin qulluğunda və xidmətində olan bir qardaşsan. Bizim də borcumuzdur ki, sənin kimi igidlərin yanında olaq. Mən də sənə öz adımla, ailəmiz adından Allah sənə şəfa versin deyirik. Tez bir zamanda sağlamlığa qovuşaraq qəhrəman igid qardaşların yanında olasan. Biz səni həmişə elə görmüşük, elə də görəcək. Toyların da yaraşığısan. Biz istəyirik sənin övladların toyunda iştirak edək. İnşallah.
Allah kömək olsun. Bir daha gələn ayaqlarınız var olsun deyirik. Başımızın tacı olan şəhid atası Yusuf əmi. Allah alma can sağlığı. Sən də Var. bunun haqqı helal eləsin. Balalarını Allah qorusun. Xoşdur, Sənin də xoşdur, balaların xoşdur. oyunda inşallah. İnşallah Var olasın. balalarını- Var ola. Allah həmişə bizi bir-birimizə mehriban eləsin. Belə bir söz var, deyirlər pislər olmasa yaxşıların nə bilim qədir. Elə bir şey yoxdur. Gəlin hər zaman hamımız yaxşı olaq. Yaxşı günlərdə yaşayaq. Niyə ki pis olmalıdır? Həmişə yaxşı olaq. Var olasınız. Bir daha gələn ayaqlarınız var olsun. Təşəkkür.